Salam, hörmətli tamaşaçılar. Azərbaycan televiziyasının canlı efirində Hədəf Analitik İnformasiya proqramına baxırsınız. Dünyanın diqqəti yaxın şərqdədir. Dünyanın diqqəti İranla Birləşmiş Ştatlar İsrail koalisiyasının həyata keçirdiyi müharibədədir. Çünki bu müharibə bütün şiddəti ilə davam edir. Hər iki tərəf bir-birinə zərbələr endirir, infrastruktura zərbələr endirilir. Neftin qiyməti artıq rekordları hər gün, hər saniyə belə, hər saat belə təzələyir deyə bilərik əziz tamaşaçılar. Bir sıra mühüm suallar var. Özəlliklə də bu iki tərəf arasında danışıqlar ola bilərmi? Çünki Trump'ın açıqlamaları var ki, 15 maddəlik təkliflər irəli sürmüşük. İran tərəfi bununla bağlı yenə də öz bəyanatı ilə, təkzib bəyanatı ilə çıxış edib. Bütün bunların detallarına toxunacaq. Quru əməliyyatları ola bilərmi? Çünki Birləşmiş Ştatların hərbi kontingentinin sayının 50 min nəfəri keçdiyi haqqında məlumatlar gəlməkdədir əziz tamaşaçılar. Bütün bunları yenə təkrar edirik, yerli və beynəlxalq ekspertlərlə bir saat ərzində təhlil etməyə çalışacaq. Beləliklə, qonaqlarımız Azərbaycan parlamentinin deputatları Azər Allahveranov və Zaur Məmmədov xoş gəliblər. Zaur Şükürov xoş gəliblər proqramımıza. Zaur Məmmədovu da salamlamaq istəyirəm. Zaur müəllim bizim hörmətli politoloqumuzdur. Həmçinin Dövlət İdarəçilik Akademiyasının müşaviridir. Siz də xoş gəlmişsiniz. Azər müəllim, mən istərdim ki, ilk növbədə cənab Trump'ın, Amerika Birləşmiş Ştatlarının prezidentinin verdiyi açıqlama ilə başlayaq. Görək nə deyir Donald Trump, Amerika prezidenti. O deyir ki, Tehran Amerika Birləşmiş Ştatlarının təklif etdiyi 15 maddəlik planın böyük hissəsi ilə razıdır. Güman edirəm ki, İranla razılaşma olacaq. Bu tezliklə baş verə bilər. Dedi cənab Trump. Az sonra biz verəcəyik. İranın Xarici İşlər Nazirliyinin sözcüsü hansı fikirlər səsləndirib. Rejissor onu da düşünürəm ki, indi ekrana verəcək. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi, yəni sözcüsü İsmail Bəqai deyir. Danışıqların sonuncu raundundan etibarən biz bəzi vasitəçilərdən, o cümlədən Pakistandan Amerika Birləşmiş Ştatlarının danışıqlara hazır olmasına dair mesajlar alırdıq. İndiyədək İran tərəfi Amerika Birləşmiş Ştatları ilə birbaşa təmasda olmayıb. Müxtəlif adlar altında bizə ötürülən materiallar, məsələn, 15 bənd qeyri-real məntiqsiz olmaqla yanaşı özündə çoxsaylı tələbləri də ehtiva edirdi, fikrini səsləndirir. Özəlliklə mənim, Azər, mən burada diqqətimi bir məqam cəlb etdi. 15 bənd qeyri-real məntiqsiz olmaqla yanaşı özündə çoxsaylı tələbləri ehtiva edirdi. Fikri materiallar adlandırır. Bu nə deməkdir? Həqiqətən də bu danışıqlar olubmu? Yoxsa tərəflər nə üçün belə ritorika ilə bir-birinə daban-dabana zid ritorika ilə çıxış edirlər sizə görə? Birincisi, danışıqlar məsələsinə gəldikdə mən düşünürəm ki, bu təmaslar var və vasitəçilər vasitəsilə baş verən təmaslardan təbii ki, söhbət gedir. Əgər ABŞ, İsrail, İran müharibəsi öncəsi 3 raundlu bir görüşlər var idisə, bu birbaşa bəri görüşlər idi. İndi burada da vasitəçilər, hərçənd ki, orada da yəni tam birbaşa tet-a-tet görüşlər deyildi. Yəni, yadınızdadırsa bir otaqda ABŞ-ın nümayəndəsi, digər otaqda İran nümayəndəsi, vasitəçi qismində iştirak edən tərəflər var idi burada hər üç görüşün içində də. Amma istənilən halda indi sadəcə olaraq məkan dəyişibdir, texnologiyalar bir qədər dəyişibdir, yəni üsullar dəyişibdir. Təmaslar üçüncü dövlətlər vasitəsilə Pakistan adı xüsusilə bu sırada qeyd olunur və nəticə etibarilə Pakistandan da öncə Türkiyənin adı da var idi, bir qədər əvvəl Misirin adı var idi, Omanın adı var idi. Amma daha çox son hadisələrin təfərrüatına baş vurduqda biz Pakistanın da real görürük. Xüsusilə də o dörtlüyün görüşün də məhz İslamabadda keçirilməsi ondan xəbər verir ki, bu və digər formada yavaş-yavaş o epicentr, o danışıqlar epicentri deyək buna və ya təmaslar epicentri Pakistana gedir. Bu mütləq deyil ki, ABŞ-la İran arasında olsun. İndi burada İran rəsmiləri nə qədər də bunu təqzib eləsələr ki, belə birbaşa görüşlər bəli onlar deyir olmayıbdır. Amma bu demək deyil ki, obsi də təqzib olunur. Yəni ən azından söhbət 15 bəndli bir sənədin çatdırılmasından gedir. Amma siz sənəd deyirsiniz, orada deyir materials, yəni materiallar, sənəd belə demir. Hə, mən məsələ o nöqteyi nəzərdən yanaşıram məsələyə ki, bu sadəcə olaraq 15 bənddən ibarət olan bir siyahı deyil, yəni belə deyək. Söhbət təbii ki, çox ciddi sənədlərdən gedir. Burada eyni zamanda ən önəmli olan məsələlərdən biri bilavasitə nüvə
zənginləşdirilmiş uranla bağlı olan məsələdir. Yəni nüvə silahının hazırlanması üçün kifayət edəcək 60%lik bir dərəcəni aşmış zənginləşdirilmiş, ya 60-a yaxın olan zənginləşdirilmiş uranla söhbət gedir. Və ya digər bir çox vacib, heç mən deyərdim ki, nüvə silahından da bəlkə də daha vacib olan Hörmüz boğazı üzərində suverenlik məsələsi var. Çünki real olaraq siz bilirsiniz ki, Hörmüz boğazının o naviqasiya üçün nəzərdə tutulan hissəsi, hansı ki, gəmilərin və tankerlərin keçəcəyi ərazi və keçdiyi ərazi bu İrana məxsusdur. Yəni Hörmüz boğazı bütövlükdə İrana məxsus deyil. Hörmüz boğazı üzərində Birləşmiş Ərəb Əmirliyində Ömənin də suverenliyi var, amma sırf gəmilərin keçəcəyi marşrut yol o naviqasiya baxımından, yəni dərinlik nöqteyi nəzərindən o tankerə, o düşür İran ərazisinə. İstənilən halda burada İran indi bütövlükdə Hörmüz boğazı üzərində öz suverenliyini bərqərar etmək şərtini də qoyur ortalığa. Bu, indi görün nə baş verir. Bir tərəfdən İran, ABŞ-ın irəli sürdüyü 15 bənddən ibarət olan İranın adlandırdığı qeyri-real, bəlkə də müəyyən mənada həqiqətən İran üçün bu qeyri-real adlanır. Çünki o bəndlərin arasında olan tələblər faktiki olaraq İran üçün həyati əhəmiyyətli tələblərdir. Bu, həm də ölkənin geostrateji əhəmiyyətini gücləndirəcək və tələblərin qəbul edilməsi onu zəiflədəcək tələblərdir. Və bununla da İran təbii ki, razılaşarmı? Yox. Digər bir məsələ, indi burada məntiqsiz adlandırdı. İndi bu da məntiqdir, indiki müharibə şəraitində bu məntiq axtarmaq ki, bu məntiqlidir və ya bu məntiqsizdir və ya bu rasionaldır və ya bu irrasionaldır. Biz görürük ki, artıq 31-ci gün gedir, yəni fevral 28-dən saysaq, yəni, amma biz görürük ki, müharibə səngimir. Əksinə, yeni-yeni eskalasiya, yeni-yeni silah növlərindən istifadə, yeni hədəflərin seçilməsi, misal üçün, dünənə qədər bu hərbi bazalar idi, sonra oldu kritik infrastruktur. Artıq bugün bildiyiniz kimi bəyan edildi ki, ABŞ-ın və İsrailin tərəfdaşı olan ölkələrin dövlət qurumları, məmurları və digərləri də hədəf kimi seçilə bilir. Ya İran üçün bunlar legitim hədəflər seçilir. Bu artıq ondan xəbər verir ki, müharibənin hələm o bir qədər də keçən həftə yadıma düşür ki, bu məsələnin demişdim ki, hələm o eskalasiya, yəni o pik həddə çatması üçün hələm çox hadisələr baş verməlidir. Bəli. Amma görünən odur ki, silahlar da hələlik ki, tükənməz kimi görsənir. Hər iki tərəfdən, hərçənd ki, indi müəyyən resursların daha az istifadə olunduğu. Amma burada mən bu məsələyə də diqqət yetirim ki, söhbət raketlərin az sayda istifadə olunması deyil. Əsas məsələ raketlərin nə dərəcədə effektiv istifadə olunmasıdır. Və bəzi təhlükəli silah növləri var ki, onlar daha dəqiq vurmaqla daha böyük tələfatlara və dağıntılara yol aça bilər. Nəinki yüzlərlə və ya minlərlə raketlər. Bəli, davam edəcəyik sizdən. Xarici qonağımız qoşulanda xəbər edərsiniz, lütfən, çünki gözlətməyə qonağımızı. Zaur müəllim, bu bənd, gəlin bir qədər detallı danışaq. Burada birinci sualım odur ki, sizcə tərəflər zamana mı oynayırlar? Çünki Birləşmiş Ştatlar tərəfindən, yəni beynəlxalq ekspertlərin əksəriyyəti deyirlər ki, Donald Trump belə bəyanatlar verməklə vaxt qazanır ki, xeyli ordusu birləşmələrini yıxsın bölgəyə, quru əməliyyatlara başlasın. İranın hazırlığı nədən ibarətdir? Yəni, bu birinci sual. İkinci sual odur ki, bəndlərə diqqət etsək, yəni qarşılıqlı tələblərə, onların içərisində 15 maddədən yalnız biri Amerikanın verdiyi, Birləşmiş Ştatların, odur ki, İrana qarşı sanksiyalar ləğv olunsun. Bəndlərdən biri budur. Bəli, amma İranın verdiyi tələblər isə bizdən kompensasiya ödənilsin, reparasiya olsun və s. Bu, yəni, müqayisə edəndə hansı mənzərə ortalığa çıxır? Tərəflər bir-birlərinin bu təkliflərini, tələblərini qəbul edə bilərlərmi sizə görə ki, real danışıqların real nəticəsi olsun, yoxsa manipulyativ addımlar atırır sizə görə? Elnur müəllim, siz çox düzgün qeyd etdiniz. Həqiqətən də bu münaqişə dönəmində ümumiyyətlə danışıqlarla bağlı bir mesajlar səsləndirildikdə də İran tərəfindən belə bir fikirlər səsləndirildi ki, ABŞ tərəfi müəyyən mənada vaxt qazanmaq məqsədi ilə bu təklifləri irəli sürüb, indi 15 bəndlik təklifdən söhbət gedirsə, və paralel olaraq da ABŞ tərəfindən hava desant qüvvələrinin, dəniz piyadalarının regiona yönəldilməsi, o cümlədən siz qeyd etdiyiniz kimi 50 minə qədər hərbi qüvvələrinin regionda cəmləşməsi, paralel olaraq eyni zamanda düşünmək olar ki, bir təzyiq vasitəsi kimi də bu imkanlardan ABŞ tərəfinin istifadəsi anlamına gələ bilər. O ki, qaldı təkliflər, istər İran tərəfindən təqdim olunmuş şərtlər, bunu daha çox şərtlər adlandırardım mən, o cümlədən ABŞ tərəfindən irəli sürülmüş 15 bəndlik təklif, şərt. İlk olaraq siz vurguladığınız əsas, yəni İran tərəfi üçün də məqbul. Əslində bu şərtlər və təkliflər arasında bir kəsişmə biz görmürük. Hər iki tərəf üçün məqbul hesab oluna bilər, amma qarşı tərəf bu təklifləri özləri üçün məqbul qəbul edilməz hesab edirlər.
İlk şərt 15 bəndinin içərisində ilk olaraq sanksiyaların aradan qaldırılması qeyd olunur və növbəti bənd isə bu sanksiyaları yaradacaq gələcəkdə bu sanksiyalara səbəb ola biləcək səbəblərin aradan qaldırılması. Bu da məlumdur ki, bu sanksiyaların tətbiqinə səbəblər nə olmuşdur? Bununla bağlı məsələlərlə bağlı dəfələrlə biz müzakirə aparmışıq. İranın proksi qüvvələri, nüvə tədqiqatları, uzaq mənzilli raketlər və digər məsələlər. Amma ABŞ tərəfi, İran tərəfi heç şübhəsiz ki, özü də bayaq sizdə efirdə qeyd edildi efirdə ki, İran tərəfi bu təkliflərin heç biri ilə razı deyil. Bu təkliflər İran tərəfi üçün sərtdir. İran tərəfi daha çox, bayaq Azər müəllim vurğuladı, Hörmüz boğazı. Yəni buna qədər daha çox məsələlər biz müzakirə edirik uranla bağlı. İran uran ehtiyatlarının üzərində nəzarətin dayandırılması. Həmin 15 bəndlik təklifdə də bu yer alıb. Yəni uranın zənginləşdirilmiş uran üzərində nəzarətin Atom Enerjisi üzrə Agentliyə təhvil verilməsi və ümumiyyətlə gələcəkdə bu nəzarətin məhz həmin qurum tərəfindən həyata keçirilməsi və sonda həmin 15 bəndlik təklifdə sonda gələcəkdə regional əməkdaşlığı ehtiva edəcək razılaşmaların da əldə edilməsi qeyd olunur. Eyni zamanda nüvə tədqiqatları ilə bağlı ABŞ-ın təcrübəsinin İranda tətbiqi məsələsi öz əksini tapır. Bu da bir növ investisiya xarakteri daşıya bilər. Amma İran tərəfinin də vurğuladığı kimi sərt şəkildə ki, bu heç biri bizim maraqlarımıza xidmət etmir. Yalnız siz qeyd etdiniz sanksiyaların aradan qaldırılması, amma burada yalnız bir bənddir. Yalnız ki, müəyyən mənada danışıqlar prosesində bir kompromis variant kimi istifadə edilə bilər. Amma ümumilikdə yekun olaraq onu qeyd etmək istərdim ki, təkliflər nə İran tərəfi üçün ABŞ tərəfinin verdiyi təkliflər, nə də ABŞ tərəfi üçün İran tərəfinin o sərt təklifləri məqbul deyil. Amma ən azından bu danışıqlar prosesinə start verilməsi bir növ təqdirə layiqdir. Buna qədər 30 gün ərzində martın təxminən 20-sindən sonra belə bir fikirlər səsləndirildi. Artıq mesaj mübadiləsi həyata keçirilib Pakistan üzərindən. Hətta ABŞ və İran rəsmilərinin bu dörd tərəfli görüşə qədər, Xarici İşlər Nazirlərinin görüşünə qədər İran və ABŞ rəsmilərinin də Pakistanda görüşünün baş tuta biləcəyini qeyd edirdilər. Hətta 27-28 mart tarixləri də səslənirdi bununla bağlı, amma nəticə ondan ibarətdir ki, İran tərəfi də bunu təksib edir ki, biz birbaşa danışıqlarda iştirak etmirik və ən azından bu danışıqlar prosesində start verilməsi müəyyən bir ümid işığı hesab edilə bilər. Amma ilk növbədə tərəflər atəşkəsə nail olmalıdır, hesab edirəm ki, atəşkəsə nail olunmasa, paralel şəkildə danışıqların aparılması və tərəflərin qarşılıqlı olaraq ağır silahlarla bir-birini atəşə tutması düşünmürəm ki, danışıqlarda hansısa bir müsbət nəticəyə nail olmağa gətirib çıxacaq. Pakistanın Xarici İşlər Naziri Məhəmməd İshaq Darın bir açıqlaması var. Zaur müəllim, gəlin ona baxaq. Nə deyir Pakistanlı Xarici İşlər Naziri? Pakistan qarşıdakı günlərdə mövcud münaqişənin hərtərəfli və davamlı həlli üçün iki tərəf arasında mənalı danışıqlara və eş sahibliyi etməkdən şərəf duyacaq. Rəsmi İslamabad həm İranın, həm də Amerika Birləşmiş Ştatlarının Pakistanın danışıqları asanlaşdıracağına inamını ifadə etməsindən çox məmnundur. Belə bir açıqlama verib cənab Dar. Ona görə də burada, yəni siz necə görürsünüz? Yəni burada təsdiq eləmiş olur ki, tərəflər arasında təmaslar var əslində. Belə bir müzakirə olmuşdu. Bayaqında qeyd etdim ki, Pakistanda bilavasitə ABŞ və İran rəsmilərinin görüşünün baş tutması ilə bağlı fikirlər səsləndirilirdi. Amma sonda artıq İran və ABŞ-ın iştirakı olmadan regionda nüfuz sahibi olan ölkələrin Xarici İşlər Nazirlərinin görüşünə biz şahidlik etdik. Və böyük ehtimalla bu görüş zamanı da daha çox müzakirə obyekti ABŞ və İran tərəfindən qarşılıqlı olaraq ötürülmüş mesajların müzakirəsi olacaq. Amma növbəti mərhələdə əgər Pakistan Xarici İşlər Nazirliyi belə bir niyyəti, belə bir arzunu ifadə edirsə, İran tərəfindən də hər hansısa bir bu prosesə, yəni bu danışıqlar prosesində iştirakə bir hazırlıq niyyəti bəyan edilməlidir. ABŞ tərəfi davamlı olaraq qeyd edir ki, yəni biz danışıqlar prosesi irəli gedir, bir mühüm nailiyyətlərə imza atılıb, artıq uğurlar var. Amma İran tərəfi davamlı olaraq bunu təksib edir ki, bizim hər hansısa bir müsbət nəticə görünmür. Amma davamlı olaraq qeyd edirəm, ABŞ tərəfi artıq bunu təsdiq edir ki, bir müəyyən uğurlara nail olmuş. Amma paralel şəkildə də qeyd edir ki, ABŞ prezidentinin mətbuatı açıqlamasında, amma digər bir variant olaraq da regiona, yəni ərazilərə maraq göstərdikləri bölgələrə, istər Xark adası olsun, istər digər Hörmüz boğazına yaxın olan yerləşən o 3 kiçik adaya Onlar barədə də orada yer edilməsi gündəmdə ola bilər. Danışacaq o barədə də. Madəm Pakistandan danışdıq, Şəbbir Əhməd Vaqra, Pakistan televiziyasının xəbərlər üzrə rəhbəri bizə İslamabaddan qoşulur. Gəlin qonağımızı salamlayaq. Mr. Vaqra, do you hear me? Yes. So I would like to Yes, I express
express our gratitude having you in our program today. Thank you very much. Of course, we know that you have received four foreign ministers from Turkey, from Saudi Arabia, and from Egypt, and four ministers of foreign affairs. They have discussed the resolutions of the war between Israel, USA, and Iran. So it's interesting to have last, results, or maybe you have already results. We can discuss about the results. The main question is that the floor is yours, please. Əziz tamaşaçılar, sual ondan ibarətdir ki, yəni siz 4 nazirin görüşünü təşkil etmişsiniz orada, Pakistan. Hansısa nəticələrdən danışmaq olar mı yəni artıq? Yes, the floor is yours, please. For three very key countries who have a very influence not only in the Muslim world but also regionally and as well as globally. They are very influential countries. Saudi Arabia, Turkey, and Egypt's foreign ministers were in Islamabad, and the meeting of these four foreign ministers, including the Pakistani Deputy Prime Minister and Foreign Minister, Mr. Ishaq Dar, who was chairing this meeting in Islamabad. And this meeting almost happened for a couple of hours yesterday afternoon, and then they came up with a collective response towards the collective efforts. The main aim of this meeting was to have a collective and a unanimous strategy mechanism to have a stance that can ensure dialogue between Iran and United States, a dialogue which can result in a ceasefire that is a key demand of all the regional countries, because this war not only affecting Iran or its neighboring countries, but I should translate the for whole region. Our viewers also, and then you'll continue, of course. Bildirir ki, yəni bu danışıqlar, İslamabad danışıqları sadəcə bu 4 ölkə üçün, bölgə üçün hətta önəmli sayıla bilməz. Bütün dünya üçün vacib danışıqlardır. Çünki burada gedən müharibə bütün dünyadakı sülhü və təhlükəsizliyi faktiki olaraq təhdid edir. Ona görə də bu 4 ölkənin İslamabadda apardıqları danışıqlar bütün dünyanın diqqət mərkəzindədir və ən önəmli məqamlardan biri də atəşkəs yollarının mexanizmlərinin üzərində yəni aparılan danışıqlar idi ki, bunu ümumiyyətlə necə həll etmək olar? Bax, bu nöqteyi nəzərdən yəni Pakistandan olan ekspert hesab edir ki, danışıqlar önəmlidir. Yes, go ahead, please. And yes, after that meeting, once this meeting concluded, these foreign ministers also have a meeting with Pakistan's Prime Minister Shehbaz Sharif in Islamabad. And after that meeting, Pakistan's Deputy Prime Minister also issued a statement giving what happened, what transpired in that meeting. And one very positive outcome which came from that meeting, the Deputy Prime Minister said that he apprised the foreign ministers of Egypt, Turkey, and Saudi Arabia about the prospects of possible talks between Iran and United States taking place in Islamabad anywhere soon. For that, these foreign ministers of these key Muslim countries, and also they are the direct stakeholders, like Gulf region is dominated by the Saudi influence, and then Turkey is part of NATO as well as the part of Asia, and then Egypt has sharing border with Israel. So for that reason, these countries not only unanimously supported Pakistan's stance to have a direct dialogue between Iran and United States in Islamabad or anywhere, that mediation by Pakistan, they appreciated that, and they expressed their full support for Pakistan's efforts to de-escalate the situation, because this is key regional demand, to de-escalate the situation, because these are not only taking lives, but also livelihood is being affected. As you know, the oil prices, the gas prices, and the food security issue. I should translate also. Bildirir ki, yəni bu dörd nazirin, Xarici İşlər Nazirinin
görüşündən sonra çox önəmli bir hadisə də baş verdi. Pakistanın baş naziri həmin nazirləri qəbul etdi. Bu aparılan, yəni dörtlü müzakirələrin nəticələri haqqında o görüşdə də fikir mübadiləsi oldu və Pakistanın baş nazirinin çox önəmli bir bəyanatı səsləndirildi ki, yəni tərəfləri bir-birlərinə mövqeylərini yaxınlaşdırmaq üçün ciddi şəkildə səylər göstərilir. Bu dörd ölkə, yəni dörd ölkənin hər birinin özü də müəyyən mənada bu proseslərin təsiri altındadılar. Yəni həm də bu ölkələrin özünün də bu gedən proseslərə təsir imkanları var. Yəni influence dedi budur, əziz tamaşaçılar. Və digər tərəfdən də bütövlükdə, yəni əsas məqamlardan biri ondan ibarətdir ki, bu nəticə olaraq da İslamabadın Pakistanın yəni görüş yeri kimi seçilməsi və burada həm də o faktor rol oynayır ki, Pakistanın özünün bu ölkələrin hər biri ilə yəni yaxşı münasibətləri var və Pakistan bu danışıqların uğurla nəticələnməsi, real nəticələr alınması üçün də öz imkanlarını tam mənası ilə səfərbər edib. Bununla paralel olaraq hər kəs başa düşür ki, gedən bu müharibə bütövlükdə dünyada iqtisadi sistemə də çox ciddi, dünya iqtisadiyyatına da ciddi zərər vurur, gözümüzün qarşısındadır. Neftin qiymətləri nə dərəcədə bahalaşıb, hər kəs bunu görür. Ona görə də mən düşünürəm ki, hamı da başa düşür ki, bu məsələnin yəni tezliklə yəni müharibənin başa çatması nə dərəcədə dünya üçün önəmlidir, deyir qonağımız. So conclusion please, dear friend, because we have other guests also, we should discuss with them also. The floor is yours. Continue, please. Yes, and if we conclude that what was the overall result of this meeting, these foreign ministers, they expressed their resolve and reaffirmed their commitment that only solution is the talks between the parties like Iran and United States, and only viable option is that ceasefire as early as possible between the two countries and so that peace and stability can return to this region. And not only that, temporary ceasefire, they were talking about ways and means and mechanism to ensure that this ceasefire, whichever after these talks can be reached, that should be a permanent solution and permanent ceasefire. That was the key demand and key outcome of this particular meeting. Yes, thank you very much, brother. Şəbbir Əhməd Vaqra, Pakistan televiziyasının xəbərlər üzrə rəhbəri, əziz tamaşaçılar, İslamabaddan qonağımız oldu. AzTV, Pakistan Dövlət Televiziyası arasında əməkdaşlığa uyğun olaraq bu bağlantını həyata keçirdik. Qonağımıza təşəkkür edirik. Nə dedi? Ən son cümlələri bundan ibarət oldu ki, yəni əsas hədəf bu görüşün ümumiyyətlə ən böyük nəticəsi odur ki, tərəflərin danışıq aparmaq üçün yəni niyyətləndirilməsi istiqamətində çox ciddi şəkildə necə deyərlər, baskılar oldu. Onları bu istiqamətdə yönləndirilmək üçün addımlar atıldı. Çünki bu məsələnin yeganə həlli yolu danışıqlar ola bilər. Danışıqların nəticəsində atəşkəsin əldə olunması istiqamətində ciddi addımlar atıla bilər. Ona görə də aparılan bu müzakirələr, yəni müzakirələrin İslamabad görüşünün nəticələrini məhz bu nöqteyi nəzərdən yüksək qiymətləndirmək lazımdır ki, mən də düşünürəm ki, qonağımız vurğuladı ki, bu çox önəmli nəticə idi. Dörd ölkənin Xarici İşlər Nazirlərinin Pakistandakı apardıqları danışıqlar. Zaur müəllim, indi sizə istərdim söz verim. Biz maddələr haqqında danışdıq və təkliflər barəsində, tələblər haqqında da danışdıq. Sizə görə, yəni bu hər iki tərəfin təklifləri masa üzərindədir. Nə qədər, yəni indi Pakistandan da olan qonağımız vurğuladı ki, tərəfləri danışıqlara gətirmək istəyirlər. Nə qədər bu danışıqlar effektiv ola bilər ki, bu dərəcədə daban-dabana bir-birinə zidd olan yəni təkliflər və hətta deyərdim tələblər ortalıqda ola. Bu nə dərəcədə mümkündür? Sualın biri bu. Bir də xahiş edərdim rejissor ekrana Hörmüz boğazını versin bugün və hər kəsin danışdığı, müzakirə etdiyi, yəni mövzulardan. Zaur müəllim, siz bu suala cavab verin. Bax, bu Hörmüz boğazı. İkinci sual da budur ki, cənab Trump deyir ki, biz artıq Hörmüz boğazını ələ keçirməyə başlamışıq. O nə deməkdir? Onun mənası nədir? Həqiqətənmi burada artıq fəal şəkildə hərbi əməliyyatların getdiyini deyə bilərik? Çox sağ olun suallara görə. Əvvəla qeyd edək ki,
bu müharibə olduqca çox aktual məsələdir. Çünki bir çox digər münaqişələrdən fərqli olaraq İran, ABŞ və İsrail arasındakı müharibə təkcə bu ölkələrin taleyini deyil, Yaxın Şərqin, o cümlədən Cənubi Qafqazın və digər coğrafiyaların taleyini dəyişə bilər. Bu kontekstdə əlbəttə ki, müharibənin hansı nəticə ilə başa çatması olduqca önəmli mahiyyət daşıyır. İndi tərəflər arasında məsələ ondan ibarətdir ki, danışıqlar bundan da əvvəl var idi. Əgər danışıqlarda nəticə əldə ediləcəkdirsə, müharibəyə ehtiyac olmayacaqdır. Amma müharibəyə ehtiyac olduğundan biz nəticənin yalnız və yalnız bir tərəfin real olaraq döyüşdə, müharibədə qələbə qazandığı təqdirdə deyə bilərik. Yəni, əgər söhbət sülh müqaviləsinin imzalanmasından gedirsə, söhbət atəşkəsdən gedirsə, necə ki, Ermənistan kapitulyasiya uğrayandan sonra Azərbaycanla üçtərəfli bəyanatı imzaladı. Necə ki, antiterror tədbirlərindən sonra Ermənistan bu və yaxud digər şəkildə Azərbaycanın bütün şərtləri ilə ondan qabaq və ondan sonra razılaşdı. Bu müharibədə də biz nəticə görməliyik. Hələlik bu müharibədə biz real olaraq, tam olaraq nəticə görmürük. Niyə Rusiya və Ukrayna arasında müharibə davam edir və heç kim vadar edə bilmir? Nə Putin, nə də Zelenskini atəşkəsi imza atsınlar. Baxmayaraq ki, Trumpın bu və yaxud digər şəkildə səyləri var, digərlərinin səyləri var. Ona görə ki, müharibədə real qalib olan şəxs yoxdur. Donbas ətrafında hər iki ölkə bu və yaxud digər şəkildə fəaliyyət göstərirlər. Bu müharibədə də hələlik İranda Amerikanın istəyi olan xalqın ayağa qalxması, siyasi rejimi dəyişməsi kimi məqsədlərə çatılmamış, eyni zamanda düzdür, hərbi onların texnikaları ilə bağlı, müxtəlif zavodları ilə bağlı, müxtəlif belə deyək, hərbi arsenalı ilə bağlı nəticələr olsa da, tam olaraq 100%'lik nəticə əldə edilmədiyindən İran da danışıqlarda maksimum tələblər üzərində dayanıbdır. Məsələn, o maksimum tələblərdən biri dəymiş zərərin tam olaraq ödənilməsi. Trump, yəni həmin o dəymiş zərəri tam olaraq ödəyənmi bir şəxsdir? Hələ mən düşünürəm ki, bu müharibədən sonra Amerika Birləşmiş Ştatları ciddi şəkildə Qətəri, Birləşmiş Ərəb Əmirliklərini, Səudiyyə Ərəbistanını cərgəyə qoyacaq ki, gəlin 30 milyarddan çox dəymiş indiki halda təbii ki, statistikaya görə də ABŞ-a dəymiş zərəri ödün, gəlin onun dünənlərdə Səudiyyə Ərəbistanının vəliyyətinə bağlı dedikləri nə demək idi? Yəni, burada bir-birinə qarşı, belə deyək də, tutarlı şəkildə əsasları gündəmə gətirməliyik. O ki, qaldı bu fotoyu Hörmüz boğazında. Pakistanda keçirilən görüş önəmlidir, bəli. Azərbaycan üçün iki qardaş, dost ölkə olan Türkiyə və Pakistan dövlətlərinin xarici işlər nazirləri iştirak edib. Çox yaxşı bir haldır ki, Türkiyə və Pakistan bu və yaxud digər şəkildə bu müharibədə dialoq vasitəçilərindən biridirlər və yeri gəlmişkən, bəlkə də elə Türkiyənin ən birinci səyləri nəticəsində ABŞ və İsrail İranın qərbi vasitəsilə, Kürd qrupları vasitəsilə İrana olan hücum planı qarşısı alınıb. Çünki birbaşa şəkildə burada bağlı qapılar arxasında mən düşünürəm ki, Trumpa Türkiyənin lideri və digərləri tərəfindən bir əlbəttə ki, xəbərdarlıq edilib ki, bu məsələdə Türkiyə, Ankara, Tehranın yanında olacaqdır. O ki, qaldı Hörmüz boğazına. Burada müzakirə edilən və artıq təklif edilən məqam ondan ibarətdir ki, birincisi, Hörmüz ətrafında konsorsiumun yaradılması. O nə deməkdir? O sualı verəcəkdim Zaur müəllim sizə. Suveç kanalı biz bilirik ki, Misir tərəfindən idarə edilir. Orada bir konsorsiumdur və ciddi şəkildə orada, belə deyək də, gəmilərin və digər vasitələrin gediş-gəlişi tənzimlənir. Həm mali istiqamətində, həm də təhlükəsizlik istiqamətində. Burada da Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin təklifi, bura Pakistana aid etmirik biz, bu üç ölkə tərəfindən təklif edilib və yayılan məlumata görə Pakistan qoşulmayıb bu təklifə. Amerika təklif edilib ki, belə bir konsorsium yaradılsın. Ola bilər Trump bu məsələyə isti baxar, ola bilər İsrail isti baxar, bu və yaxud digər şəkildə, amma İranın bu məsələyə razılaşması böyük sual altındadır. Ona görə ki... Sizə elə gəlmirmi? Bütün tərəflərin bir-birlərinə sanki özləri üçün danışırlar. Sizə elə gəlmirmi ki, ümumiyyətlə bilmirlər ki, bunun sonu nə ilə nəticələnəcək? Yəni, bilsəydilər,
bilsəydilər müharibə Real- artıq başa çatmış olardı. Çünki tamamilə bəlli məsələdir ki, İsrailin və ABŞ-ın əvvəlki istəkləri nədən ibarət idi və məqsəd neçə həftə ərzində yerinə yetirilməli idi. Təbii ki, bu baş vermədiyindən, baş tutmadığından bəlli məsələdir. Sadəcə olaraq indiki vəziyyətdə hər kəs çıxış yolu axtarır. İran parlamenti müzakirə edir ki, Hörmüz boğazı, necə ki, Misir Suveç kanalı ətrafına tam olaraq belə deyək də hökmranlığa malikdir. Bu Hörmüz boğazı ətrafında da İran artıq bu məsələyə nəzarət etmək istəyir və maliyyəni birbaşa olaraq özü götürmək istəyir, həmin o gəmilərdən vergi və s. kimi rüsumları ələ almaq istəyir. Yəni bu fonda danışıqlar gedir. Digər tərəfdən indi xəbərlər var ki, İslamabadda görüşlər keçirildi. Görüş keçirildi. Onsuz da Arakçı ilə, İranın Xarici İşlər Naziri ilə Uitkov arasında birbaşa olmasa da bilavasitə demək danışıqlar gedirdi. Misir, Türkiyə və Pakistan vasitəsilə. İranın da əsas istəyi Trumpdan ondan ibarət idi ki, Uitkovu Vance-lə dəyişsinlər. Çünki xəbərlər yayılıb ki, Vance bu müharibənin ümumiyyətlə dayandırılmasının tərəfindədir. Netanyahu-la mübahisəsi olub da deyirlər. Bəli, istəmirdi. Yəni, bu kontekstdə danışıqlar davam edir. Mən düşünmürəm ki, yaxın günlər ərzində bu danışıqların hər hansı bir real müharibənin dayandırılması ilə bağlı nəticəsi olacaqdır. Bu danışıqlarda bu və yaxud digər şəkildə İsrail iştirak etmir. Bu danışıqlarda heç tərəflərin İran tərəfi də iştirak etmir və bu kontekstdə əlbəttə ki, danışıqlar yaxşıdır, amma real nəticənin əldə edilməsi yalnız və yalnız müharibədə, yerdə kimin üstünlük qazanmasından sonra baş verəcək. Hələlik müharibədə üstünlük qazanan olmadığından real olaraq biz bu danışıqların da bu kimi ümumiyyətlə dialoqların və s. hər hansı bir nəticəyə gəlməsini qeyd edə bilmərik. Zaur müəllim, bəs Amerika prezidentinin bəyanatını necə şərh edərdiniz ki, deyir ki, biz artıq Hörmüzü ələ keçirməyə başlamışıq? Yəni bu Donald Trump'ın bir sıra bəyanatları var. O artıq 3 həftədən çoxdur ki, qeyd edir ki, İran tərəfi təslim olur, danışıqlara hazırdır. O cümlədən İran tərəfi qeyd edir ki, biz ABŞ-ı, İsraili bu və yaxud digər şəkildə məğlub edirik. Bu informasiya müharibəsidir. Hər iki üç tərəf bu informasiya müharibəsindən istifadə edir. Real olaraq Hörmüz boğazını işğal edə bilərmi və İranın oradakı adalarını və İranı işğal edə bilərmi? Əlbəttə ki, bu asan da olsaydı bunu etmiş olardı. Bir sıra çağırışlar olduğundan hələlik Donald Trump gözləmə mövqeyindədir. Amma Trump da çox yaxşı bilir ki, onun seçkilərdə qalib gəlməsi üçün bu şəkildə müharibəni dayandırması kifayət etməyəcəkdir. Bu demokratları kifayət qədər gücləndirəcək və İsrail tərəfi də eyni zamanda çox yaxşı bilir ki, bu İranın oyanışı demək olacaq. Müharibənin belə bir nəticə ilə belə deyək də qapanması, nöqtə qoyulması və İsrailə olan təhdidlər bundan sonra da davam edəcək və Ərəb ölkələri də çox yaxşı bilir ki, yeri gəlmişkən artıq İran Birləşmiş Ərəb Əmirliklərini ciddi şəkildə xəbərdar edib ki, müharibə onun ərazisində də davam edə bilər, əgər onun ərazisindən istifadə edilərsə. Yəni, bu, Cənubi Qafqaz daxil olmaqla müharibənin belə bir nəticə ilə başa çatması region ölkələri üçün çağırışların çox ciddi şəkildə artmasına gətirib çıxarda bilər. Bəli. Donald Trump'ın daha bir açıqlaması var, o məşhur ada ilə bağlı. Nə deyir Donald Trump? Rejissor versin ekrana, mən də səsləndirəcəm. Ola bilsin Xark adasını ələ keçirək, ola bilsin yox. Bizim çox variantımız var. Düşünmürəm ki, onların hansısa müdafiəsi var. Biz onu çox asanlıqla ələ keçirə bilərik. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump belə deyir, Azər müəllim. İndi rejissordan xahiş edərdim, məşhur Xark adasını göstərsin bizə, yəni o xəritədə. Mən Azər müəllimdən şərh istəyirəm. Ola bilsin, həmin bu məşhur Xark adasını ələ keçirək, bu şəhər yeri gəlmiş, o provinsiyaya, o əyalətə daxildir. Tam bu adadan söhbət gedir. Can damarıdır deyirlər Azər müəllim, İran iqtisadiyyatının. Niyə görə belə deyirlər? Neft və qaz ixracında can damarıdır. Ona görə ki, əsas
infrastruktur burada yerləşir. Bəli, Hətta amma demək dünən olar də dedilər ki, İrandan ixrac olunan neft və qazın təqribən 90% bu ada üzərindən Amma keçir. o rəqəmlə bağlıdır, mübahisələndirilir artıq 90 deyil, 50-60% arasındadır. Bu hazırda həmin o orada yerləşən neft ehtiyatları istifadə olunur. Amma faktiki olaraq 90% deyil. 90% zərbələrə qədər idi. Yaddan çıxartmayaq ki, Sual o deyil. Bəli, təbii ki, Sual söhbət odur ki, Xark adasına İndi baxın, Amerika Birləşmiş Ştatları hücum edəcək. quru əməliyyatlar başlaya bilərmi? Buyurun. Məsələ bundadır ki, baxın, Xark adası ətrafında çox ciddi bir ajotaj həqiqətən yaşanmaqdadır və bu da başa düşüləndir. O baxımdan ki, indiki şəraitdə bəlkə də ola bilər ki, Xark adasındansa daha yaxşı ola bilər. Misal üçün, Hörmüz boğazı üzərində nəzarəti bərqərar etsin ABŞ nəyə görə? Çünki Xark adasının tutulması heç də Hörmüz boğazı üzərindən nəzarətin tətbiq olunması demək deyil. Məsafə çox aralıdır Hörmüz boğazı ilə Xark adası. Xark adası sadəcə olaraq neft ixracı prosesinə, yəni o zəncirin özünə birbaşa olaraq zərbənin endirilməsi və bu da təbii ki, İrana böyük bir maliyyə axınının qarşısına alınmasına hesablana biləcək bir əməliyyatdır. O ki, qalır ki, Xark adasında quru əməliyyatların keçirilməsi mümkündürmü? İndi ən azından biz nəzərə alsaq ki, söhbət əgər ABŞ-a məxsus 2500-3000 nəfərdən ibarət Delta Force qüvvələrinin, yəni dəniz piyadalarının bura gətirilməsi artıq reallaşmaq üzrədir. Amma bu kifayət edərmi Xark adasının tutulması üçün? Mən düşünmürəm. Ona görə ki, indi burada aramızda bizim hərbçilər yoxdur. Onlar daha detallı üzrə bundan məlumat verə bilərdilər. Amma Xark adasının bir istiqamətindən daxil olmaqla və ya paraşüt vasitəsilə desantın ora endirilməsi bu çox böyük fəlakətlərə yol aça biləcək bir prosesdir. Çünki Xark adasının özü üzərində də, yəni faktiki olaraq İran kifayət qədər çox dərinləşmiş adanın dibində yerləşən bunkerlər və kifayət qədər müqavimət göstərə biləcək bir potensiala da malikdir. İndi hərçənd ki, düzdür. Birinci səfər ABŞ ora zərbə endirən zaman fikir versəz, neft və qaz infrastrukturunu vurmadı. Neft və qaz infrastrukturu ətrafında. İsrail vurdu, amma o xəbərdarlıq etdi. Hə, o xəbərdarlıq məqsədilə. Yəni ciddi də, bəli, o ciddi təsir olmamışdı. Real olaraq vururlar. Bu hal-hazırda vurulur. Yox, hələlik ki vurulmur. Yəni söhbət neft və qaz neft ayırma zavodlarını vururlar. O da Xark adasında vurulmur. Xarkda deyil, ümumiyyətlə. Yox, mən Xarkdan danışıram. Xarkı vurmurlar. Nəyə görə? Çünki Xarkın üzərində dediyim kimi həmin o həmlənin yetirilməsi sonrakı mərhələdə quru əməliyyatların aparılması bir qədər çətinləşdirə biləcək bir haldır. Burada bilirsiniz söhbət nədən gedir? Ona görə ki, çətinləşdirən məsələdir, məsafə quru torpaqla, yəni İran əsas ərazisi ilə Xarkın arası təqribən 25 kilometrdir. Və bu 25 kilometrdə baxsaq, sağ tərəfdə görsəz, yəni İranın sol tərəfində real olaraq həmən mürəkkəb dağ relyefi olan bir ərazilər üzərindən Xarka həmlələrin yetirilməsi İran üçün daha rahatdır. Raket qurğuları və digər əlçatan, hətta qısa məsafəli ballistik raketlərdən də istifadə edə bilərlər. Hərçənd ki, 25 kilometrdə bilmirəm nə dərəcədə məntiqli ola bilər ballistik raketlərdən istifadə etmək. Amma əgər söhbət Xark adasının tutulmasından gedirsə, mütləqdir ki, İranın həmin ona ən yaxın olan ərazilər və xüsusilə də artilleriya qurğularının yerləşdiyi ərazi, mürəkkəb dağ relyefi olan ərazilər nəzarətə götürülsün. ABŞ-ın İranın əsas ərazisində bu kimi əməliyyatların həyata keçirilməsi üçün nə qədər hərbi qüvvəsi, canlı qüvvəsi var. Yəni söhbət bütövlükdə əgər İran körfəzində, Ömrüz boğazı ətrafında, Ərəb dənizini götürsək, Oman körfəzini götürsək, burada toplasaq üst-üstə və üstə gəlin deməli Ərəb ölkələrində yerləşən hərbi bazalardakı olan canlı qüvvənin sayı təqribən 50 min civarındadır. İndi aşağı-yuxarı deyirlər. Amma 50 min də hətta bax bu istiqamətdə üzü Hörmüz boğazından şimala doğru hərəkət etsək, deyək Xark adası istiqamətində böyük bir ərazi, təqribən 1000 kilometrdən yuxarı bölən bir ərazidə quru əməliyyatların aparılması üçün 50 min qoşun canlı qüvvəsi heç nədir. Yəni orada söhbət əgər real quru əməliyyatların başlaması üçün, yəni bu hərbi konsepsiyalara istinadən mən deyirəm. 600 min nəfər.
minimum 450-500 mindən söhbət gedir. 450 minlik, 500 minlik qoşun yoxdur orada və ola da bilməz. Ya bu o zaman baş vara bilərdi ki, NATO-nun əraziləri raket zərbələrinə tuş gəlsin, NATO-nun 5-ci nizamnaməsinin 5-ci maddəsi işə düşsün, bütün dövlətlər səfərbər olunsun. Onda quru əməliyyatların aparılması mümkün ola bilərdi. Ona görə də indiki şəraitdə quru əməliyyatların aparılması mümkünsüz sayırlar. Xark adası da eyni ilə tutulsa da belə, yəni tutulması da mümkündür. Həmin o 3000-lik hərbi desant diviziyası tərəfindən bu və ya digər formada tutulsa da belə, sonraki mərhələdə onun saxlanılması olduqca çətindir. Və tutulması deyək İrana, ya ABŞ-a nə verir? Bax, bu da başqa bir məsələdir. Fərz elə tutub 1 gün, 3 gün, 5 gün neft ixracı, qaz sıxışdırılmış təbii qazın da ixracını dayandırdın. Digər kanallar vasitəsilə. Bu şey, bəli. Bir sual da verim, önəmli bir sual. Düşünürəm. Sual ondan ibarətdir ki, tərəflərin bir-birinə bundan sonra daha ağır zərbələr endirmək potensialı nə qədərdir? Yəni, bir qırmızı xətt var da, elə deyilmi? Yəni, müharibə gedir, amma müəyyən mənada siz də diqqət edirsinizsə, yəni etap-etap sanki o qırmızı xəttlər keçirilir. Kimin imkanı daha çoxdur demək istəyirsiniz? Həm imkanı daha çoxdudan əlavə, bir-birinə, yəni misal üçün İran tərəfi deyir ki, qan gölünə çevirəcəm bütün bölgəni. Ərəb ölkələri. Bəli, hər yeri vuracam. O hər yeri vuracam anlayışı nə deməkdir? Nəyi demək istəyirlər? Yox, o birbaşa olaraq konkret bildirilir ki, yəni müharibənin ilk günlərindən qeyd olundu ki, ABŞ-a məxsus olan hərbi bazalar, hansılar ki, qonşu ölkələrin ərazisində fəaliyyət göstərir, o cümlədən də Ərəb ölkələrində, bu bizim üçün potensial bir legitim hədəflərdir. Onlar zaten vururlar. Sonra bu qaldı geri, bu altı qaldı keçmişdi. Bunu vurduqlarını vurdular. Sonra söhbət getdi kritik infrastrukturdan. İndi son bəyanatda, 1-2 günün bəyanatında siz diqqət yetirin, orada nə yazılır, nə qeyd olunur? Yazılır ki, qeyd olunur ki, ABŞ-ın müttəfiqi, ABŞ-ın müharibədə tərəfdaş qismində çıxış edən dövlətlərin dövlət qurumlarının inzibati binaları və orada çalışan insanlar bizim legitim hədəflərimiz hesab olunur artıq. Yəni bu siz dediyiniz məsələyə daha nələri görəcəyik? Bəli. Yəni endirilən zərbələrin miqyasının və əksər hallarda da artıq mülki obyektlərin birbaşa vurulduğunu biz görə bilərik. Yəni bu miqyasının böyüməsi deməkdir və bu fəlakətlərin də miqyasının artması deməkdir. Yəni bu tərəfdən yanaşdıqda məsələ. İndi nə dərəcədə biz ərəb ölkələri bu prosesdə müqavimət göstərib və ən azından özünün o təhlükəsizlik sistemini qura bilərlərsə, bu başqa bir məsələ. Düşünürəm ki, bu 31 gün ərzində aşağı-yuxarı hələlik biz gördük ki, ərəb ölkələri bəzi məsələlərdə çox bir qədər zəif görsəndi. Yəni deyildiyindən də zəif görsəndi. Amma istənilən halda sizin birbaşa olaraq bir qədər əvvəl qeyd etdiyiniz suala gəlirəm ki, imkanlar hara qədərdir? Mən düşünürəm ki, ABŞ-ın imkanları daha çoxdur bu baxımdan. O imkanlar içərisində Zaur müəllim strateji deyil, taktiki nüvə silahından istifadəyə qədər gedilə bilərmi? Çünki mən əvvəlki proqramlarda da əslində bu sualı verirdim. Söhbət ABŞ tərəfindən istifadə olunmasından yoxsa İran tərəfindən istifadə? Yox, ABŞ tərəfindən istifadə olunmasından. Hətta yəni bu sualı əvvəlki proqramlarda da vermişim. Daha ürəkli verirəm. Nəyə görə? Çünki artıq bu barədə ciddi strateji araşdırma mərkəzlərinə yaxın olan şəxslərin dilindən də bəyanatlar eşidirik qərb mediasında. Görürük bunu özəlliklə. Elham müəllim və Pakistanda keçirilən, yəni regionda nüfuzlu dövlətlərin xarici işlər nazirlərinin Türkiyə olsun, Səudiyyə, Misir və Pakistanın bu münaqişənin həlli istiqamətində atdıqları addım səyləri nəzərə alsaq, mən düşünmürəm ki, həmin dövlətlər də bilavasitə bu taktiki nüvə silahlarının rejimində tətbiqinə imkan verirlər. Yəni ən azından müəyyən mənada mane olmağa çalışacaqlar. O ki, qaldı Xark adası ilə bağlı qüvvələrin oraya yeridilməsi. Trump bundan öncə də mətbuat açıqlamasında qeyd etmişdi ki, biz İran neftində maraqlıyıq. Yəni bilavasitə Xark adasının Azərbaycan qeyd etdi 90% neft ixracında mühüm rol oynayan Xark adasının tutmasında da dolayısıyla marağını ifadə etdi. O ki, qaldı Xark adasında ABŞ-ın müəyyən müddət qalması. Heç şübhəsiz ki, bundan öncə Vance mətbuatı açıqlamasında belə bir fikir səsləndirdi ki, biz uzun müddət İranda qalmaq niyyətimiz yoxdur. Amma bunun əksinə olaraq ABŞ prezidenti qeyd etdi ki, lazım gəldiyi təqdirdə biz müəyyən müddət qala bilərik İran ərazisində. Amma əgər danışıqlar müəyyən nəticə verməsə, yəni ABŞ-ın təklifləri demək olar ki, əksəriyyəti İran tərəfindən qəbul edilməsə,
müəyyən quru əməliyyatlarının istər Xark-adası olsun, istər Boğaza yaxın yerləşən böyük Tamp, kiçik Tamp və Abu Musa adası bilavasitə Boğaza yaxın yerləşən adalardır. Bu adalarda kiçik quru əməliyyatların həyata keçirilməsi mümkün görünür. Biz münaqişənin başlamamasına qədər müzakirə aparılan zaman istər bu studiyada, istər digər müzakirələrdə o qədər də ehtimal edilmirdi bəzi hallarda ki, ABŞ İrana qarşı əməliyyat həyata keçirəcək, ABŞ-İsrail koalisiyası əməliyyat həyata keçiriləcək. Paralel olaraq həm İran tərəfi ilə danışıqlar müzakirə mövzusu idi və ondan sonra biz ABŞ və İran koalisiyasının əməliyyata başlanmasının şahidi olduq. Amma onu da unutmayaq ki, Trump administrasiyası, şəxsən Donald Trump istisna etmir. Mən oxuyuram CNN-də İran calls US proposal unrealistic, contradicting Bayaq dediyimizin Trump. təsdiqidir, bayaq 15 məntlə bağlı olan. Qeyri-realdır. Bəli, bayaq deyilən fikirlərin təsdiqidir ki, yəni İran üçün qeyri-realdır. Amma ABŞ tərəfi də həmin şərtlərdə demək olar ki, qərarlıdır. Ola bilsin ki, bu danışıqlar prosesinin gedişində, yəni İslamabadda başlayan danışıqlar prosesinin gedişində müəyyən irəliləyişlərə nail olmaq mümkün olsun və o ki, qaldı Xark adasında ABŞ qüvvələrinin yerləşdikdən sonra hər hansısa bir təhlükə ilə bağlı şübhəsiz İran tərəfi davamlı olaraq qeyd etmişdi ki, sahil boyu yerləşən hava cümlə müdafiə qüvvələri tərəfindən həmin adada yerləşən ABŞ qüvvələri, ABŞ qüvvələri birbaşa vurulma. Amma bu birbaşa vurulma bilavasitə nöqtəvi vurulma olacaqmı? Yəni bunların İranın özünə məxsus olan həmin neft obyektləri zədə almayacaqmı bu atəşdə? Çünki bu düşünmürəm ki, bilavasitə həmin ABŞ qüvvələrinin yerləşdiyi, İsrail və ABŞ qüvvələrinin yerləşdiyi nöqtələri vurmaq mümkün olsun. Ola bilsin ki, neft obyektləri də müəyyən qədər zərər görsün. Mümkündür. Hesab edirəm ki, əgər danışıqlar prosesi müəyyən qədər nəticə verməsə, bir kiçik quru əməliyyatların həyata keçirilməsi mümkün olsun. İndiki vəziyyətdə bu daha çox psixoloji nöqteyi nəzərdən təsir rıçaqı kimi görsənir. İndiki şəraitdə. Çünki siz Xark adası ilə bağlı dediniz, amma məsəl üçün Qəşim adasının tutulması bu daha çox dividend gətirə bilər ABŞ üçün. Çünki birbaşa olaraq Hörmüz boğazı üzərində nəzarəti tətbiq etmiş olur. Amma Qəşim adası Xark adasından çox böyük və məsafə olaraq İranın əsas ərazisinə daha sıx yaxınında yerləşən bir ərazidir və o daha təhlükəlidir onun tutulması. Bəli. Zahir müəllim, suallardan biri budur ki, bax, hörmətli millət vəkillərimiz də danışdı. Yəni, tərəflər geri çəkilmək niyyətində deyirlər. Misal üçün, yenə də Qərb analitiklərinin fikirlərindən birini, Qərb mediasından indi baxıram, yazır ki, Xark adasının tutulması eskalasiyanı daha da artıracaq. Yəni, müharibəni daha da şiddətləndirəcək deyirlər. Üçüncü mərhələnin başlaması deməkdir. Quru əməliyyatlar başlayan kimi bu üçüncü mərhələnin başlaması deməkdir. Zahir müəllim, sizə görə, sizin fikrinizcə, indi burada biz yenə danışdıq bu barədə, tərəflərin hər hansı birinin geri çəkilmək imkanı varmı o tələblərindən ki, müharibə daha da şiddətlənib, onun odu alovu bütün regionu başına almasın. Yəni, böyük 3-cü dünya müharibəsinə belə gətirib çıxara bilər deyirlər ekspertlər. Bəziləri ümumiyyətlə başlayıbdır. Tərəflərin hər hansı bir güzəşt limiti varmı bu məsələdə və Xark düyünü adlandırma olarmı bütün bu prosesləri? Çox sağ olun. İsrail və İranın güzəşt limiti kifayət qədər azdır. Çünki həm İsrail, həm də İran, ələlxüsus İsrail yaranmış fürsətdən maksimum istifadə etmək istəyir və o üzərində olan tarixi fürsətdən istifadə edərək öz yaxın şərq layihələrini həyata keçirmək istəyir. Bu kontekstdə İran, Yəməndəki onun qruplaşmaları, Hizbullah, Həmasın özü və digərləri təbii ki, İsrailin bu və yaxud digər şəkildə təhlükəsizliyinə təhdiddirlər. Buna görə Netanyahu indi Trumpı neçə ildən sonra tapıb və Trumpın komandasını və bu şansı əldən vermək istəmir. O ki, qaldı İrana bu müharibədir və müharibənin belə bir nəticə ilə başa çatmasını istəmir, buna görə də güzəştə getmir və bayaq da mənim qeyd etdiyim kimi müharibədə real olaraq irəliləyiş əldə edən tərəf şərtləri diktə edə bilər. Hələlik heç bir tərəf bu şərtləri diktə edə bilməz. Ümumiyyətlə, bugün bizim ətrafımızda baş verən hadisələr məni bir tarixə baxmağa bir daha vadar etdi. 16-cı, 17-ci əsrlərdə də biz Cənubi Qafqazın həm şimalında, həm cənubunda bir çox müharibələrə şahidlik edirdik. Amma bunlardan ən maraqlısı
Qərblə Rusiya arasında Ukrayna üzərindəki müharibə idi ki, 17-ci əsrdə artıq bu müharibəni görürdük bu və yaxud digər şəkildə. O dövrdə İsveç krallığı, Reçpospolita, Rusiya imperiyası arasında bugünkü Ukrayna torpaqları üzərində müharibə gedirdi. Və nəticə etibarilə o müharibənin nəticələri də hər kəsə məlumdur. Və eyni zamanda Osmanlı dövlətindən Səfəvi dövləti, birinci Səfəvi dövlətinin zəiflədilməsinə şahidlik etdik, daha sonra Osmanlı dövlətinin süqutuna şahidlik etdik. Bugün də biz Ərəb coğrafiyasına baxdıqda o ölkələr heç nə qərar vermir. Və bugünkü hadisələr də göstərdi. Qəzza ətrafında hadisələr də göstərdi. Fələstin ətrafında hadisələr də göstərdi ki, söhbət əgər beynəlxalq subyektlərdən gedirsə, söhbət regional güclərdən və aktorlardan gedirsə, sözsüz ki, bu kontekstdə Türkiyənin atdığı adımlar və onun Amerikanın müttəfiqi olmasına baxmayaraq regional dəngənin pozulmaması istiqamətində apardığı adımlar da təbii ki, bu məntiqsiz deyil. Burada böyük bir məntiq var ki, Yaxın Şərqin əsas belə deyək, aktorları kimlərdir və bu aktorlar üzərində qələbə qazanılarsa, bu necə tərəzinin pozulması demək olacaqdır. Buna görə mən düşünürəm ki, bunu Amerika Birləşmiş Ştatları da çox yaxşı bilir və sonuna qədər ona görə İran dövlətinin süqut edilməsinə razı deyil, parçalanmasına razı deyil. Sadəcə olaraq orada ABŞ-a yaxın olan bir diyaloqun və nəticə etibarilə onun neftinin, qazının Amerikanın şirkətlərinə, AMOK-a başda olmaqla getməsinə tərəfdardır və bu arada İsrailin də müəyyən təhlükəsizliklə bağlı belə deyək də tələblərini yerinə yetirmək şərti ilə bu təhlükəsizlik tədbirləri dedikdə İrana yaxın olan proksi qruplarının tamamilə ləğv edilməsi və İran dövlətinin danışmış o barədə vaxtımız 2-3 dəqiqə qaldı cəmi. Ukrayna ilə münasibətləri gərginləşib, yəni İranın Ukrayna ilə münasibətləri çox gərgindir. Açıqlamalar var, cənab Bəqainin də açıqlamaları var. Tez bir oxuyum, o nədir açıqlama. Sonra Zaur müəllim bir neçə dəqiqə cavab versin. Nə deyir? Düşünürəm ki, region ölkələr ayıqdır. Son 4 ildə öz ölkəsini dağıdıcı müharibənin içinə sürükləyən bir şəxs onları aldada bilməz. Ümumiyyətlə bu cür davranışlar, məsələn, Ukrayna müharibəsini bizim regionda baş verən hadisələrlə əlaqələndirmək dəhşətli bir hesablanma səhvidir. Düşünürəm ki, region ölkələri belə bir tələyə düşməyəcəklər. Buyurun. Zelenskinin artıq Qətərlə, Birləşmiş Ərəb Əmirliklərindən və Səudiyyə Ərəbistanından hərbi sənədlər imzalayıb və tezliklə biz daha yaxşı müdafiə edilmiş ərəb ölkələrini görəcək. Amma Ukrayna tərəfi də düşünməlidir ki, müharibədən sonra İran əlində olan raket arsenalını, silah arsenalını əgər məğlub olmazsa, əgər ciddi şəkildə belə deyək də kapitulyasiya olmazsa və s. Rusiya verərsə, bu zaman Kiyev ətrafındakı bölgələrin aqibəti nədən ibarət olacaq? Ona görə İran hələlik bu müharibəyə başı qarışıb, Ukraynaya birbaşa cavab verə bilmir və bilməyəcək. Amma sabah müharibənin nəticəsindən asılı olaraq Ukraynaya cavab verilə bilər. Hər halda onların münasibəti heç vaxt yaxşı olmayıb. Bu ayrı-ayrı düşərgələrdir. Zelenski də bunu çox yaxşı bilir. Vaxtı ikən İran silahları Zelenskiyə və Ukrayna ordusuna qarşı döyüşürdü. Bugün də Ukrayna prezidenti təbii ki, ərəb ölkələrinə kömək edərək İranın onlar üzərində hücumunun qarşısını alınması üçün tədbirlər görməkdədir. Bəli. Zaur müəllim, bir neçə kəlmə sizdən, bir neçə kəlmə də sizdən. Amerika Birləşmiş Ştatları nə Böyük Britaniyadan, nə ümumiyyətlə NATO ölkələrindən istədiyi dəstəyi görmədi. Niyə? Böyük Britaniyadan artıq müəyyən qədər bir hərəkətli müşahidə olunur. Mina təmizləməsi ilə bağlı, Körfəzin mina təmizləməsi ilə bağlı, mobil qrupların orada yerləşdirilməsi ilə bağlı. Bəli, qeyd etdiniz, NATO tərəfindən hər hansısa bir dəstək nümayiş etdirilir. Hətta bu yaxınlarda İspaniya tərəfi də öz hava məkanını təkrar olaraq bəyan etdi ki, bu əməliyyatlarda iştirak etmir, hava məkanını bağlayıb. Amma Britaniya müəyyən qədər niyyətini ifadə etmişdir. Bəli, Azərbaycan, bir dəqiqəmiz var, buyurun. Niyə istədiyi dəstəyi ala bilmədi, hətta incik düşdü? Artıq gecdir, sizin bəyanatlarınızda, dəstəyiniz də deyil Trump. Mən düşünürəm ki, Avropa ölkələri, hansılar ki, NATO-nun üzvüdür, onlar təbii ki, birbaşa olaraq onların ərazisinə hər hansı bir təhlükə və təhdidlər olmadığı təqdirdə NATO-nun 5-ci maddəsinə uyğun olaraq hərəkət edəsi deyildilər. Burada əsas məsələ onların da özlərinin ehtiyatlı davranması, onsuz da kövrək olan Avropa ölkələrinin təhlükəsizlik sistemi sual altındadır. Çünki məkan olaraq, coğrafiya olaraq İran daha yaxındır Avropanın
NATO-ya üzv olan ölkələrinə, nəinki ABŞ. Yəni bu baxımdan düşünürəm ki, məhz bu mövqedən çıxış edən Avropa ölkələri onlar daha çox milli maraqlardan irəli gələrək hələlik ki bu müharibədə bəli bu formada öz neytrallığını, yəni şərti neytrallığını göstərməyə çalışırlar. Azər Allahveranov, parlamentimizin deputatı, təşəkkür edirəm sizə. Zaur Şükürov, yenə də Azərbaycan parlamentinin deputatı. Siz də çox sağ olun Zaur müəllim. Zaur Məmmədov, politoloq, sizə təşəkkür edirəm proqramımızda iştirakınıza və maraqlı mülahizələrinizə görə. Əziz tamaşaçılar, verilişimizi yekunlaşdırırıq. Düşünürük ki, yəni bizi qarşıda yenə də bu regionla, bölgə ilə bağlı ciddi hadisələrin baş verəcəyi faktları gözləyir. Çünki tərəflər həqiqətən də bir-birlərinə qarşı amansız addımlarını atmaqda davam edirlər. Hansı istiqamətdə cərəyan edəcək proseslər bunu da görəcək və təbii ki, yenə də proqramlarımızda müzakirəmiz olacaq deyərək proqramımızı yekunlaşdırırıq. Sağ olun, gəlin görüşlərə dək.